Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Ne kadar devletin gücü olsa, ne kadar silahı olsa, ne kadar düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Salam 102 xəbər, info və Inforum TV şəbəkə izləyicilər. Biz hal-hazırda Neftçala rayon Ərəb Qardaşbəri kəndində şəhidlər kompleksinin qarşısındayıq. Bizim bugün çəkiliş qrupumuz Məmmədov Şahlar Şahin oğlunun evində olacaq. Biz hal-hazırda şəhid xüsusi təyinatlı başçavuş Şahlar Şahin oğlu Məmmədovun evinin qarşısındayıq. Salam aleyküm. Salam. Hoş geldiniz. Salam. Gözleri doldu, topxana meşesi saçını yordu. Gel boyuna kurban, ay vatan oğlum. Şuşa yaylağını siz duman aldı. Kar bülbülünün gözleri doldu. Topxana meşesi saçını yordu. Gel boyuna kurban, ay vatan oğlum. Gel boyuna kurban, ay vatan oğlum. Dövran başımıza neler dilir. Gel boyuna kurban, ay vatan oğlum. Göycem Zengezur elden gidilir. Gel boyuna kurban, ay vatan oğlum. Göycem Zengezur. Hazırda şəhidimizin evindəyik. Gəlmişik ki, şəhidimizin valideynlərinə yaxından tanış olaq. Buyurun ata, şəhidimiz haqqında bizi nə deyə bilərsin? Necə oğlu idi şəhidimiz? Şəhidlər haqqında danışmaq çox çətindir. Mən çox belə götürəndə söhbət edib danışıram, ancaq belə mən üçün çox ağır. Şəhidlər belə oğlan kişidir. Təmənnasız, heç kimə
əyilməyən bir uşaq, çox qeyrətli, namuslu uşaq. Tərbiyəli, elin, oban, qeyrətini çəkən oğlan. Sağlam uşaq idi, sağlam düşüncəli idi. Özü də idmançı idi. Xalqın, dövlətin sevən uşaq. Nədir, mən başqa danışmaq. İlk dəfə bu xəbəri eşidəndə siz nə hiss keçirdiniz? Elə bildim ki, ürəyim düşdü. Sizə də sual verməyəcəm. Amma sizə də belə bir sual verim. Oğlunuz haqqında qısa bizə nə deyə bilərsiniz? Necə evlad idi, necə oğul idi sizin üçün? Əvvəla biz şəhid ailəsi olsaq da xoş gəlmisiniz. Şəhidlərin ziyarətinə gələn hər bir kəsə şəhid şahların qapısı daima açıqdır, onun qulluğundur. Şəhid şahlar evin yeganə oğlu idi. O müharibədə olmağını da ailəyə bildirməyib. Özü Daxili İşlər Nazirliyi Daxili Qoşunların xüsusi təyinatçısı yarasa əvvəldən müharibədə təlim demişlər, amma valideynlərə bildirilməyib. Mən özüm şəhərdə yaşayırdım. 10 noyabr qələbə günü qəfil işə gedərkən nəzr eləmişdim ki, müharibə qutarsın. Mən özüm də müqəddəs Ulu Tanrımızın yerlərə bəxş elədiyi Bibi-Vət ocağına nəzrim vardı. Gedəndə zəng gəldi. Ondan da geri qayıtdıq. Mən gəlib elimdən də gec çatdım evimə. Bayram günü hər yerdə bayramı qarşılayırlar. Oğul acısı həyatda çox ağırdır. Düzdür, hamı şəhidlik yüksək zirvədir. Şəhid adı hamı onu xoş qarşılasa da, Ulu Tanrıdan şəhidlik qismət olsa da, dövlətimiz şəhidlik adı versə də, ancaq ana üçün bir ağır dərddir. Düzdür, qüruru var ki, xalq dövlət qarşısında o şəhid mənə qarşımda baş əyməyi, el arasında əlimdən öpməyi qismət elətdirir. Amma yenə də acıdır. Qürur bir oradadır ki, Ulu Öndər davamçısı, Ali Baş Komandanımız 7-sində şəhid olub şəhid şahlar. Şuşada daş altından çıxıblar, ən hündür yüksəklikdə orada şəhid olub, 10-unda da dəfn olub. Ulu Öndər davamçısı, Ali Baş Komandamız dəmir yumruğu ilə Şuşa azadsan deyəndə, öz xalqına sevincini bildirəndə, şəhid şahların da o sevincin içində ümumi şəhidlər kimi haqqı var. Az qədər orada qürur. Düzdür, 16 yaşınacan evlad ananındır, valideynindir. Amma 16 yaşından sonra dövlətinindir, xalqınındır. Xəyallar hamısı yalançı dünyada olsa da, şəhid şahlar torpağın, bayrağın, canın dövlətinə, xalqına qurban verməkdən başqa bu yalançı dünyada özünə yer qazana bilmədi. Ən böyük qazandığı yer, ad şəhidlikdir. Şahların 25 yaşı var idi. Bəlkə heç kəsin evində dövlət işçisi də olsa Şuşa torpağı yoxdur. Amma mən göstərə bilərəm də ki, şahların əlindəki ərcəkdə 10 qramda olsa Şuşa torpaqlı bir ərcəyi qalıb. Ona görə mən həmin şəhid şahların qarşısında baş əyirəm. Ümumi şəhidlərin qarşısında baş əyirəm. Yerləri cənnət olsun, məqamları uca olsun. Valideynlərinə səbir versin. İşte Allah'tan xahiş deyərəm, öz adımdan müraciət edeyim, dua eləyərəm ki, heç vaxt məni şəhid şahların ruhundan xəcalətli eləməsin. Çox sağ olun. Və ümumən şəhidlərə hörmət qoyan hər bir kəsə öz minnətdarlığımı bildirir. Düzdür, deyirlər ki, şəhid hamınındır, hamı da hörmət qoymalıdır. Amma mən istəmirəm ki, şəhidlərə məcburiyyətdən hörmət qoysun. Şəhidlər sevilərək, necə ki, bugünkü gündə siz Azər müəllimin şəhid ailəsi olub, onun da bacısı bu torpaq yolunda, bayraq yolunda, xalq yolunda canından keçib şəhid olubsa,
Ona görə Azər müəllimə də minnətdarlığımı bildirirəm ki, yenə də şəhidlər yaddan çıxmayıb. Allah çıxmağı da qismət eləməsin. Gec də, tez də fərqi yoxdur. Tanınmağına görə çox sağ olsun, Allah razı olsun, minnətdaram. Cəmi şəhidlərin yericə. Amma sizə bir son sualı vermək istərdim ki, Neftçala rayon icra hakimiyyətinin rəhbərliyi şəhid ailələri ilə diqqət və qayğısı varmı bu barədə? Mən öz rayonumun icra başçısından, insanların, xalqın əsayişini qoruyan polis daxili qoşunundur. Ümumiyyətlə Neftçala rayonunun nə böyük rəhbərliyi, kiçik rəhbərlik təşkilatı varsa, şəxsən mənim özümün heç bir narazılığım yoxdur. Daimi məni yoxlayırlar. Əvvəla onlar da icra başçısı olsa da çox az yaşlıdırlar. Bizim evladımız yerindədirlər. Biz onlara ancaq Allahdan uzun ömür, can sağlığı, sağlamlıq, həyatda evlad acısı görməməyi arzulayıram. Mən başqalarının yerinə valla danışa bilmərəm, amma hər tədbirdə, indi bu yaxında da bizi tədbirə təşkil həm ehsan süfrəsi, həm də 8 martla əlaqəli. İndi bizim özümüzün səhhətimizdə problem olmur, gedə bilmirik. Nə də heç kəsə qınaq eləmək qismət bu imiş şəhlara. Yəni mənə qoyulan hörmət mən dana bilmərəm rayon rəhbərliyi tərəfindən. Bilmirəm, şərt deyil ki, maddiyyət olsun, mənəviyyət, zəng eləyirlər, evimə gəlirlər, bayramlarda gəlirlər. Ondan başqa vaxtda şəxsən dünən hələ özləri zəng eləmişdilər, hal əhval tuturlar. Allahdan gələn acıya görə heç kəsi qınaq eləmək lazımdır. Allah Neftçalamız da Ağdamdan sonra ikinci şəhid verən rayondur. Bizim öz icra başçımız da rayona gələndə çox yükləndi. Nədən? Özü az yaşlı, pandemiya bir tərəfdən, Neftçalıya su gəlmədi bir tərəfdən, 50-60 şəhid gəldi bir tərəfdən. Az yaşlı, 33, bəlkə də səhv deyərəm, 38 yaş arasındadır. O yaşda insan nə yük daşımalıdır, biz onu da qınaq eləyək. Ancaq ki, yəni, bir qınaqlıq da bir iş yoxdur. Hər evladın içində pisi var. Hamı üçün bir nəfər yaxşı ola bilməz, bir nəfər də hamı üçün pis ola bilməz. Çox Bizə çəkilişdə köməklik etdiyinə görə Neftçala rayon icra hakimiyyətinin başçısı Mirəsən müəllim, Neftçala rayon Ərəb Qardaşbəyli kənd orta məktəbinin direktoru Dəmir müəllim və Cahangir müəllimə dərindən öz təşəkkürümüzü bildiririk. Çox sağ olsunlar. Bəli, hörmətli tamaşaçılar, Neftçala rayonunda bir şəhid evinin də qonağı olduq. Şəhidlər bizim baş tacımızdır. Şəhidlər heç zaman unudulmaz. Öz qanları bahasına, canları bahasına qələbəni, zəfəri bizə yaşadan şəhidlərimizin qarşısında baş əyirik. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Yusi Xəbər Info və Inform Xəbər TV-nin baş direktoru Azər Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, informatorlar İlahə Salih qızı və Elxan Hüseynoğlu. Neftçala. Ocağı emanetim, odur